Faiz dərəcələrinin etalon kimi istifadəsi. Murabaha vasitəsilə maliyyələşdirən bir çox təşkilat adətən Libordan, yəni London banklar arası faiz dərəcəsindən bir etalon kimi istifadə edərək öz mənfəətlərini və ya qiymət artımını müəyyən etmək üçün cari faiz dərəcələrini tətbiq edirlər. Məsələn, Libor 6% olarsa, onlar murabaha qiymətlərini Libora və yuxarıda müəyyən faizə bərabər hesab edirlər. Bu təcrübə tez-tez tənqid olunur. Çünki faizin özü qadağan edildiyi kimi, faizə əsaslanan gəlir də qadağan edilməlidir. Təbii ki, halal gəliri müəyyən etmək üçün faiz dərəcələrindən istifadə edilməsi arzu olunmazdır. Aydındır ki, bu əməliyyatı ən azı səthi olaraq faizə əsaslanan maliyyələşdirməyə bənzədir. Sələmin şiddətli qadağan olunmasını nəzərə alaraq, hətta bu səthi oxşarlıqdan da çəkinmək lazımdır. Ancaq bir həqiqəti də nəzərdən qaçırmaq olmaz ki, səhih bir murabaha əqdi üçün ən mühüm şərti onun bütün nəticələri ilə birlikdə həqiqi satış olmasıdır. Əgər murabaha alqı-satqısı bu bölmədə qeyd olunan bütün şərtlərə cavab verirsə, əməliyyatın özündə sələmçilik olmadığı üçün sadəcə olaraq murabahadan qazancı müəyyən edilməsi üçün faiz dərəcələrindən istifadə müqaviləni batil etmir və ya onu haram, yəni qadağan etmir. Faiz dərəcəsi üzrə qiymət artımı yalnız etalon və ya istinad kimi istifadə olunur. Bunu bir misalla izah edək. A şəxs və B şəxs qardaşdılar. A şəxs şəriətdə tamamilə qadağan olunmuş spirtli içkilər satır. B şəxsi isə İslam dininin tələblərinə uyğun olaraq qardaşının işini bəyənmir və sərinləşdirici içkilərlə bağlı biznesə başlayır. Lakin A şəxsin spirtli içkilərin satışından əldə etdiyi gəliri qazanmaq istəyir. Bunun üçün B şəxs sərinləşdirici içkilərə qadağan olunan biznesdə olduğu kimi oxşar qiymət qoymağı qərarı alır. Kimsə soruşa bilər, belə bir qiymətləndirmə uyğundur mu? Amma heç kim deyə bilməz ki, B-nin halal biznesində qazandığı gəlir haramdır, çünki o standart olaraq spirtli içkilərin satış təcrübəsindən götürülmüş qiymətdən istifadə etdi. İslam prinsiplərinə əsaslanan və bütün zəruri tələblərə cavab verən murabaha əməliyyatında faiz dərəcəsi əsasında müəyyən edilən əlavənin istifadəsi əməliyyatı haram etmir, yəni qadağan etmir. Amma bu da bir həqiqətdir ki, İslam bankları və maliyyə müəssisələri bu təcrübədən qurtulmalıdırlar. Çünki birincisi faiz dərəcəsi icazəli, yəni halal biznes üçün etalon edir ki, bu da arzu olunmazdır. İkincisi, bölgü sistemi baxımından İslam iqtisadiyyatı doktrinasına uyğun gəlmir. Buna görə də İslam bankları və maliyyə institutları öz meyarlarını inkişaf elətdirməyə çalışmalıdırlar. Bunu İslam normaları əsasında banklar arası bazar yaratmaqla etmək olar. Məqsəd, müşarəkə, icarə və s. kimi aktivlərlə təmin olunan alətlərə investisiya etmək üçün istifadə olunacaq ümumi fond yaratmaqla əldə edilə bilər. Əgər fondun aktivlərinin əksəriyyəti icarəyə verilmiş əmlak və ya avadanlıq və ya biznesdəki hissələr kimi maddi formadadırsa, onda belə fondun səhmləri onun net dəyərinə əsasən normal qiymətdə alınıb satıla bilər. Bu səhmlər satıla və ya maliyyələşdirilə bilər. Həddindən çox likvidliyi olan banklar bu səhmləri ala, likvidliyə ehtiyac olanda isə banklar onları sata bilər. Belə bir sistem banklar arası bazar yarada bilər və səhmlərin qiyməti həm murabahada, həm də lizinqdə gəlir dərəcəsini müəyyən etmək üçün etalon rolunu oynayacaq. Satın alma vərdi. Müsəlman fəqihləri arasında qızğı müzakirələrə səbəb olan başqa bir məsələ də ondan ibarətdir ki, müştəri murabaha maliyyələşdirməsi üçün ona müraciət etdikdə bank və ya maliyyəçi satış edə bilməz. Çünki tələb olunan əmtə həmin vaxt bankın ixtiyarında deyil və satıcının ixtiyarında olmayan bir əmtə əvvəllər də izah olunduğu kimi nə satışı, nə də forward satışı, yəni müəyyən bir məhsulun, məsələn, valyuta, əmtəhə, qiymətli kağızların müəyyən bir tarixdə əvvəlcədən razılaşdırılmış qiymətlə alınıb satılmasına dair bağlanmış bir müqavilə edilə bilməz.
Buna görə də bank əmtəəni təchizatçıdan almalıdır və yalnız əmtəə fiziki və ya dolayı sahiblikdə olduqdan sonra bank onu müştəriyə sata bilər. Digər tərəfdən müştəri əmtəəni bank təchizatçıdan aldıqdan sonra almağa borclu deyil. Maliyyəçi əmtənin alınmasında əhəmiyyətli xərclərə məruz qaldığı bir vəziyyətlə üzləşmək riskini daşıyır və müştəri onu almaqdan imtina edir. Bu halda əmtə elə bir xarakterdə ola bilər ki, bazarda ona tələbat olmayacaq, satışı çətinləşəcək. Bu halda maliyyəçi əhəmiyyətli itkilərə məruz qala bilər. Murabaha prosedurunda bu problemin həlli o zaman tapıla bilər ki, müştəri əmtəəni maliyyəçinin onu alması zamanı alacağına dair vəd imzalayır. Beləliklə, iki tərəfli forward alqı-satqı müqaviləsi əvəzinə bu maliyyəçini deyil, müştərinin bir tərəfli vədi olacaq. Bir tərəfli vəd olduğu üçün münasibətlər iki tərəfli forward müqaviləsindən fərqli olacaq. Bu həll onunla məhdudlaşır ki, bir tərəfli vəd yalnız mənəvi öhdəlik yaradır və şəriətə görə məhkəmə yolu ilə icra oluna bilməz. Bu bizi belə bir suala gətirir. Şəriətə görə bir tərəfli vəd icra oluna bilərmi? Mümkün deyil. Lakin qəbul etməzdən əvvəl məsələ şəriətin ilkin mənbələri işığında araşdırılmalıdır. İslam hüququna dair əsərlərdəki müvafiq materialların hər tərəfli tədqiqi göstərir ki, İslam fəqihlərinin bu məsələdə müxtəlif görüşləri var. Onları aşağıdakı kimi ümumləşdirmək olar. 1. Vədlərə əməl etmək nəcib keyfiyyətdir. Vəd verənin bunu nəzərə alması tövsiyə olunur. Vədə xilaf çıxmaq caizdir, lakin yerinə yetirmək vacib deyil və məhkəmə yolu ilə vədə əməl etməyə məcbur edilə bilməz. Bu görüş İmam Əbu Hənifəyə, İmam Şafiyyə, İmam Əhmədə və bəzi Maliki fəqihlərinə aiddir. Baxın, Ümdətül Qari, cild 12, səhifə 121, Mirkatul Məfatih, cild 4, səhifə 563, Əl-Əzhar Ən-Nəvavi, səhifə 282, Fəthül Əlil Malik, cild 1, səhifə 254. 2. Vədə əməl etmək vacibdir və vəd verən şəxs həm mənəvi, həm də hüquqi öhdəlik götürür. Vəd məhkəmə yolu ilə icra oluna bilər. Bu görüş, möhtərəm Peyğəmbərin, Allahın salavatı və salamı onun üzərinə olsun, məşhur səhabəsi Səmurə ibn Cunduba, Allah ondan razı olsun, Ömər ibn Əbdüləzizə, Həsən Əl-Bəsriyə, Səid ibn Əşvaya, İshaq ibn Rəvahə və İmam Əl-Buxariyə isnad edilir. Bax, Səhih Əl-Buxari, Kitab Əl-Şəhadətdə bu görüş sadalanan bütün alimlərdən rəvayət olunur. Eynilə, bəzi Maliki alimlərinin, eləcə də İbn Əl-Ərabinin və İbn Əş-Şahtanın görüşü, məşhur Şafii fəqihi İmam Qəzali tərəfindən təsdiqlənir. Hamısı deyirlər ki, vəd bir mənalı ifadə olunarsa, onu yerinə yetirməyə məcbur edilə bilər. İbn Şübrumə də oxşar görüşdədir. Əl-Qurtubi, Cəmiul Əhkəm Əl-Quran, cild 18, səhifə 29, Haşiyə İbn Şat Alə, Furuq Əl-Qərafi, cild 4, səhifə 24, Əl-Qəzzali, İhya Ulum Əd-Din, cild 3, 133, İbn Həzm Əl-Muhali, cild 8, 28. 3. Üçüncü görüşü bəzi Maliki fəqihləri bölüşürlər. Normal şəraitdə vəd icra oluna bilməz. Lakin vəd məsrəf, əməyin istifadəsi və ya öhdəliyin yaranmasına səbəb olubsa, o zaman vəd yerinə yetirilməli və vəd verən şəxs hətta məhkəmələr tərəfindən buna məcbur edilə bilər. Əl-Furuq Ləl-Qərafi, cild 4, səhifə 25, Fəth Əl-Məlik, cild 1, səhifə 254. Bəzi mühasir alimlər iddia edirlər ki, vədlərin həyata keçirilməsinin mümkünlüyünü qəbul edən fəqihlər bunu yalnız hədiyyələr və ya digər xeyriyyə ödənişləri ilə bağlı ediblər, lakin onların heç biri bunu iki tərəfli ticarət və ya pul əməliyyatları ilə bağlı qəbul etməmişdi. Maliki və Hənəfi fəqihləri vədi yerinə yetirmək qabiliyyətinə əsasən bəy bil vəfa alqı-satqısına icazə verdikləri üçün fikrimizcə bu söz düzgün deyil. Bəy bil vəfa xüsusi bir satış növüdür ki, bu zaman daşınmaz əmlakin alıcısı satıcı əmlakin qiymətini qaytarmaq istədikdə onu satıcıya yenidən satmağı öhdəliyinə götürür.
Bəy bil vəfanın caiz olması məsələsi artıq 1-ci bölümdə azalan müşarəkəyə əsaslanan mənzil maliyyəsi anlayışının izah edildiyi zaman ətraflı müzakirə olunmuşdur. Nəticəsi budur ki, əgər geri qaytarma ilkin müqavilənin şərti kimi qoyulmuşdusa, deməli əqid səhih deyil. Tərəflər əlavə əqid üçün şərtlər qoymadan müqabilə qayıtmışdılar, lakin alıcı əmlakı geri qaytarmaq üçün ayrıca və müstəqil vəd vermişdirsə, məhkəmələr bu vədin yerinə yetirilməsinə məcbur edə bilərlər. Bu işdə məcburiyyətin mümkünlüyünü həm Maliki, həm də Hənəfi alimləri qəbul etmişlər. Əl-Xattab, Təhrir Əl-Kəlam, Beyrut, Hicri 1404, səhifə 339. Ardındır ki, bu vəd hədiyyələrə aid deyil. Gələcəkdə alış-veriş etməyə vəd edir. Lakin Maliki və Hənəfi fəqihləri məhkəmə yolu ilə vədin yerinə yetirilməsinə məcburiyyətinin mümkünlüyünü etiraf etmişlər. Bu, süqut edir ki, məcburiyyət yolu ilə vədin yerinə yetirilməsinə icazə verən fəqihlər bunu yalnız hədiyyə vədləri və s. ilə məhdudlaşdırmırdılar. Onların fikrincə, gələcəkdə iki tərəfli sazişin həyata keçirilməsi vədlərinə də oxşar prinsip tətbiq edilir. Əslində, Quran-ı Kərim və möhtərəm Peyğəmbər, Allahın salavatı və salamı onun üzərinə olsun, sünnəsində vədlərin yerinə yetirilməsinə xüsusi diqqət yetirilir. Quran-ı Kərim buyurur və əhdə vəfa edin. Çünki əhd barəsində qiyamət günü cavabdehlik var. Yəni, Əl-İsra surəsi, ayə 34. Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi nə üçün deyirsiniz? Etməyəcəyiniz bir şeyi demək, Allah yanında böyük qəzəbə səbəb olar. Yəni, Əs-Səf surəsi, ayələr 2 və 3. İmam Əbu Bəkir Əl-Cəssas buyurur ki, Quran-ı Kərimin bu ayələri vurğuluyur ki, əgər hər kəs bir işi görübsə, istər ibadət olsun, istərsə də alış-veriş, onun yerinə yetirilməsi vacibdir. Əl-Cəssas, Əhkamul Quran, cild 3, səhifə 420. Möhtərəm Peyğəmbər, Allahın salavatı və salamı onun üzərinə olsun, buyurmuşdur. Münafiqin 3 xüsusiyyəti vardır. Danışanda yalan danışar, vəd verəndə onu pozar, ona əmanət olunduqda xəyanət edər. Səhih Əl-Buxari, Kitab-ül İman fəslindən. Bu, sadəcə bir misaldır. Möhtərəm Peyğəmbər, Allahın salavatı və salamı onun üzərinə olsun, hədislərində çoxlu əmrlər vardır ki, o, vədlərin yerinə yetirilməsini buyurmuş və tutarlı bir səbəb olmadıqca onlara xilaf çıxmağı açıq şəkildə qadağan edir. Ona görə də vədlərin yerinə yetirilməsi vacibdir. Amma məsələ vədin məhkəmə müdaxiləsi ilə icrasının mümkün olub-olmamasıdır. Bu, vədin xarakterindən asılıdır. Aydındır ki, bəzi vəd növləri məhkəmə müdaxiləsi ilə icra oluna bilməz. Məsələn, kişi və qadın görüşəndə bir-birinə evlənməyə söz verirlər. Bu vədlər mənəvi öhdəliklər yaradır, lakin məhkəmə müdaxiləsi ilə həyata keçirilə bilməyəcəyi göz qabağındadır. Bununla belə, bir tərəfin bir şeyi satmaq və ya almaq üçün qeydi şərtsiz söz verdiyi və digər tərəfin buna görə müəyyən öhdəlik götürdüyü kommersiya əməliyyatlarında vədin icra olunmaması üçün heç bir səbəb yoxdur. Odur ki, İslamın açıq-aşkar göstərişlərinə əsaslanaraq tərəflər vədin icra olunacağına razılaşarsa, müqavilə etibarlı olar. Bu məsələ təkcə murabaha əməliyyatlarına aid deyil. Əgər kommersiya əməliyyatlarında verilən vədlər icra edilə bilməzsə, bu kommersiya fəaliyyətini ciddi şəkildə təhlükə altına qoya bilər. Əgər kimsə satıcıya müəyyən əmtəyə çatdırmağı əmr edirsə və ona alacağını vəd edirsə, bunun əsasında satıcı xaricdən əmtəyə gətirir və külli miqdarda xərc çəkirsə, müştərinin almaqdan imtina etməsinə necə icazə vermək olar? Quran-ı Kərimdə və sünnədə belə vədlərin icrasını qadağan edən heç bir maneə yoxdur. Məhz buna əsaslanaraq, Beynəlxalq İslam Fiqhi Akademiyası
kommersiya əməliyyatlarında verilən vədlərin icra oluna biləcəyinə, lakin aşağıdakı şərtlərə uyğun olaraq hökm çıxarmışdı. A. Vəd bir tərəfli olmalıdır. B. Vəd müəyyən öhdəlikləri qəbul etməyinə səbəb olur. C. Bir şey almaq vəd edildiyi halda satış təklif və aksept mübadiləsi yolu ilə təyin olunmuş vaxtda həyata keçirilməlidir. Ç. Vəd verən vədinə əməl etməkdən imtina etdikdə məhkəmələr onu mala almağa və ya satıcının dəymiş zərərini ödəməyə məcbur edə bilərlər. Hicri 2009-cu ildə Küveytdə keçirilən İslam Fiqhi Akademiyasının 5-ci iclasının 2 və 3 nömrəli qərarı, Akademiya jurnalı nömrə 5, cild 2, səhifə 1599. Buna əsaslanaraq müştərinin maliyyəçiyə malları təchizatçıdan aldıqdan sonra alacağını söz verməsi caizdir. Bu vəd icra oluna bilər və bu vəd yuxarıda göstərilən qaydada məhkəmələr tərəfindən həyata keçirilə bilər. Bu vəd faktiki satış demək deyil. Bu sadəcə olaraq vəddir və faktiki satış yalnız mallar maliyyəçi tərəfindən alındıqdan sonra həyata keçiriləcək, bundan sonra təklif və aksept mübadiləsi aparılmalıdır.